Salam dəyərli izləyicilər. Bugün sizlərlə birlikdə məktəb dərsliklərində olan, lakin isbatı olmayan o düsturun isbatına baxırıq. Mərkəzə qaçma təcinin isbatı. Buradan da göründüyü kimi mən sizlərə dairə üzrə bərabər sürətli hərəkət edən cismin çox kiçik bir an ərzində olan hərəkətini sizlərə təsvir eləmişəm. Bu hər bir an üçün olan sürət vektorları və radius. Bu çox kiçik bir bucaq və mərkəzə qaçma təcilinin vektoru. Mən bu isbatı sizlərə çatdıra bilmək üçün bu çəkdiyim üçbucağı müəyyən bir sahəyə daşıdım. Onun üstündə sizlərə izah edəcəm. Bu bizim üçbucağımız. Ən birincisi fikirləşmək lazımdır ki, mərkəzə qaçma təcilini başqa necə ifadə edə bilərik? Yaza bilərik. A bərabərdir dv bölünsün dt. Çox kiçik bir zaman ərzində sürət dəyişməsini həmin o zamana bölürük. Bu mərkəzə qaçma təzilinə bərabərdir. Daha sonra biz bir üçbucaq düzəldə bilərik bu vektorlarla. Daha sonra belə bir xətt çəkirəm. Bu xətt bizim dv, yəni çox kiçik sürət dəyişməsinə bərabərdir. Bu xəttdə dr çox kiçik məsafə dəyişməsinə bərabər olacaq. Biz buradan da gördüyümüz kimi mən əvvəldən bucaqları çəkmişdim. Burada qeyd edirəm beta beta. Bu iki üçbucaq bir-birinə oxşardır. Deməli biz yaza bilərik ki, r bölünsün v bərabərdir dr bölünsün dv. Belə bir şey yaza bilərəm mən oxşarlıqdan. Daha sonra mərkəzə qaçma təcilini oxşada bilmək üçün dv-yi bu tərəfə atıram. Bu düsturu da bu tərəfə atıram. Yazıram. dv bərabərdir dr vurulsun v bölünsün r. Daha sonra hər iki tərəfi mərkəzə qaçma təcili üçün dt-yə bölürəm. dt vurulsun dt. Bu bizim mərkəzə qaçma təcilinə bərabərdir. Yazırıq. A bərabərdir. Buradan dr bölünsün dt-də həmin o sürətə bərabərdir. O zaman yaza bilərik. V vurulsun v bölünsün r. Buradan dr bölü dt-yi v ilə əvəz elədim. Oldu. V kvadrat bölünsün r. Gördüyünüz kimi isbat bu qədər asan idi. Bir sonraki videolara asanlıqla çata bilmək üçün videoya abunə olmağı və like atmağı unutmayın. Sağ olun.